Rusiya ilə Azərbaycan isə birgə təlimlərə başlayıb. İki ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları birgə şimal bölgəsində sərhəd siper adı altında əməliyyat keçirirlər. Xüsusi təlim keçmiş işçilərin də cəlb olunduğu əməliyyatı şimal bölgəmizin müxbiri Aytekin Alxaslı müşahidə edib. Bugündən Azərbaycanın Rusiya ilə həmsərhəd olan rayonlarında, ölkənin şimal və şimal-şərq bölgələrində sərhəd siper əməliyyatlarına start verildi. Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında geniş miqyaslı əməliyyatlara başlanıb. Əməliyyatlar Azərbaycanın şimal və şimal-şərq bölgəsini əhatə edir. Sərhəd siper şərti adı altında keçirilən əməliyyatlarda Azərbaycanın daxili işlər orqanları ilə yanaşı Rusiyanın hüquq mühafizə orqanları da iştirak edir. Əməliyyatla bağlı xüsusi polis postları qurulub. Qusar şəhərin girəcəyində 2 sərhəd postu qoyulub. Postların ümumi sayı 5'dir. Bundan əlavə şəhərə girən nəqliyyat vasitələri, xüsusi təlim keçən itlər vasitəsilə maşınların bagaj hissələri yoxlanılır. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin qanunsuz silah sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır. Əməliyyat may ayının 25-nə dək davam edəcək. Analoji əməliyyatlar Xaçmaz, Quba, Qax, Sakatala, Balakən və Şəki rayonlarında və Rusiyanın ölkəmizlə sərhəddə yerləşən Axtı, Məhərrəmkət, Doqquzpara rayonlarında da keçirilir.